Axşamınız xeyir əziz dinləyicilər, həftəniz uğurlu olsun. Yeni iş həftəsində Avtodiaqnozda yeni efirdə mənəm sizinlə Elmin Bayramlı və bir saata yaxın sizinlə avtomobildən danışacağıq. Gəlin ilk iş günündə yollara bir nəzər yetirək. Elə də bir sıxlıq yoxdur, hətta deyərdim Bakı-Sumqayıt yolunda da bir sıxlıq yoxdur. Sıxlıq var Ziya Bünyadovda, Atatürk prospektində 3-cü mikrorayon dairəsində bu hissələrdə var. 20 yanvardan amma avtovağzol nə əcəbsə yoxdur. Sumqayıt istiqamətində sıxlıq təbii ki bu bizi sevindirir. Neftçilər prospektində hərəkət yaxşıdır, lakin Azadlıq, Bülbül, Şəmsi Bədəlbəyli küçələrində sıxlıq var. Yusif Səfərovda da yaxşıdır. Koroğlu Rəhimov üzü Gənclik istiqamətinə hər iki tərəfdən sıxlıqdır. Yolunuz açıq olsun, qarşıdakı saatlarda da indi təqdim edəcəyik yollardakı vəziyyəti. Qonağımız isə Master Orxan Yağlama Mərkəzinin rəhbəri Orxan ustadır. Xoş gördük Orxan usta sizi. Xoş gördük. Axşamınız xeyir. Necə gedir? İşlər necədir? Yaxşılıqdır, şükür Allah. Salamatçılıqdır. Yavaş-yavaş gedir işlərimiz. Yağlama ilə bağlı bir canlanma var. Bazarda bir iş artıb yoxsa yox? Var. Aprel əvvəlindən yaxşıdır maşallah. Canlanma var. Bir də bir məsələ var ki, bura təsir elədi. Mən deyərdim ki, yanvar, fevral aylarında, fevral hətta mart aylarında interval azaldı. Bu həm də Ramazan ayı ilə bağlı insanlar daha az avtomobilin, bəlkə mənim təxminimdir də bu. Mən də fikirləşirəm ki, keçən ildə nisbətən martından bu il biraz az olmuşdu. Yəni o da Ramazanın həmin ayı düşməsinə əlaqədardır. Çünki taksi sahəsində biz Avtoparkla danışırıq. Deyir ki, yəni bu mart ayı taksi sifarişi çox aşağı oldu, həddindən aşağı. Amma 7-dən sonra canlanma var idi şəhərdə. Nə qədər olmasa da gün ərzində onu ödəmir də. Bir də ki, Avtoparkın qaydası var. Günlük 12 saat və gecə sürüşə icazə vermir onlar. Saat 12-dən sonra sürüşə, 11-dən sonra indi müəyyən bir maksimum 11-də ondan sonra sürüşə icazə vermirlər. Çünki risk ehtimalı artır. 055 977 10 33 nömrəmiz dəyişməz olaraq qalır. Yaza bilərsiniz bizə yağlama, yağ dəyişmə ilə bağlı nə suallarınız varsa. Bizə SMS yazın. WhatsApp nömrəmiz 055 977 10 33. Bizə zəng edin. Ulduz 1033. TikTokda isə Avtodiaqnoz Araz FM yazıb bizi tapa bilərsiniz və sizdən gələn mesajları biz səsləndirəcəyik. Yağ dəyişmə ilə bağlı isə Orxan usta bizim suallarımızı cavablandırır. Orxan ustanın Master Orxan Yağlama Mərkəzi paytaxtın 3 yerindədir. Yeni Yasamal, Babək və Əhmədli filialı. Əhmədli filialı mən sadə şəkildə deyim, öz bildiyim şəkildə deyim. Neapolon qurğundan sağa dönüb düz getdikdə ən axırda yol artıq ikiyə ayrılır. Günəşli istiqamətinə və sağa yenidən Əhmədli tərəfə. Düz elə orada üç buzağın yanında. Ora çatdınız, görəsiniz. Sol tərəfdə Master Orxan Yağlama Mərkəzi. Babək prospektindəki Master Orxan Yağlama Mərkəzinin yeri isə çox rahatdır. Daxili qoşunların hərbi hissəsi ilə üzbəüz. İşıqfordan üzü şəhər istiqamətinə gəldikdə elə 20 metr keçən kimi sağda yekə böyük bir plakatda da yazılıb Master Orxan Yağlama Mərkəzi. Qarşısında da daima bir Kia Sorento dayanır. Boz rəng. Mən hər keçəndə baxıram görüm Orxan usta oradadır ya oradadır. Görüm kənarı saxlayıb çəkib bir tər saxlayır. İkinci yerdə yenə öz bildiyim kimi izah edib. Olar mı Orxan usta? Deməli, Yeni Yasamalda Əsəd Əhmədov küçəsi ilə də gedə bilərsiniz ora çıxmaq üçün, amma biraz sıxlıqdır. Onun paraleli Məhəmməd Xiyabani küçəsidir, səhv eləmirəmsə. Məhəmməd Xiyabani küçəsi ilə gəldikdə Saracılı restoranı. Qismət Çalıqsa. Saracılını keçirik biz İşıqfor. Əsəd Əhmədovdan gəldikdə eyni dairəvi yola çıxmaq üçün. Qismət Şadlıq Sarayının yanında yeni parkdır. Əvvəl o park yaxşı vəziyyətdə deyildi. Hətta deyərdim, bir neçə avtobusunda sonuncu dayanacaqdır. O da çox rahat yerdir. Yəni Yasamalda qalanlar üçün, Yasamalda yaşayanlar üçün yaxın bir yerdədir və bizim qaliblərimizin Evroldan biz müsabiqəmizi elan etdik, qaliblərimizi elan etdik. 3 qalibimiz oldu. Random üsulu ilə seçdik. Yalnız ki, Novruz bayramı münasibətilə kampaniyamız var idi. Onların üçü də Yasamal filialına gəlmişlər, usta yoxsa yox? Bəli, üçü də 2 xanım idi, bir dənə bəy idi. Üçü də gəldi, yağ dəyişmədən istifadə elədi də. Bəli. Hətta biri deyirdi ki, mən maşınımı satıb təzəsini alıram bir həftə vaxt, bilmədim. Dedik, problem yoxdur, amma gəlib dedi. Dedilərsə müraciətlərlə da biz də eşindirmədik. Verdik özünə yağı, şəklini çəkdik, yağ filtrini verdik, çıxlar. Bir xanım rayona yollayırdı qardaşına. Bir xanım da deyir ki, yağın vaxtına var, amma mən başqa yerdə dəyişəcəm. Problem yoxdur. Digəri isə artıq
O sizə birinci bəy yığan, xanım qardaşına, biri isə başqa yerdə. Özü bir amma dəyişdi də sizin servisdə yoxsa yox? Yox, heç biri dəyişmədi. Heç biri dəyişmədi. Yəni biz problem yoxdur. Yəni seçim burada məcburi deyil də. Yəni yağı gəldi. Hədiyyələrimizi verdik. Hədiyyələrimizi verdik əsas odur. Təşəkkür edirik Orxan Ustaya da. Və bizə mesaj yaza bilərsiniz. Bir sualımız var. Məndə BMW 535-dir. 3 twin turbo motordur. 12.000 kilometr sürmüşəm. Yağı dəyişmədən pul yoxdur. Ən çox neçə kilometrə nə qədər sürə bilər ki, motor dağılmasın? Artıq vaxtıdır motosaat elə ortalama 75 km verir şəhərçi. Artıq vaxtıdır onun. Ortalama sürür. 3 twin turbo nə qədər yağ gedir? BMW 3 twin turbodur. Bu 6,5 yağ gedir. 6 litr yağ. BMW-nin twin turbosunun simvolu F10 olur da çox güman ki. İmkan yoxdur onu sürmək biraz qəribə gəlir adama. Yəni qardaşın haqqına girməm. Bir maşın qiyməti var, simvol 3 twin turbodur. Onu saxlamaq. Yanacaq sərfiyyatı 17-18 litr olar ha? Yox, o qədər yox. Ortalama 10-15 arası olur. Yəni sürüşdən asılı. İnanmıram 15 olsun. Yox, mən sürmüşəm ondan bir həftə 12 litr yarım. Ortalama standart probkanı qovmasan o qədər yeyir. Onu alan zaten biz biri, yəni büdcəsi yəni ən azı gəlirli insan olur. Çünki onu saxlamağı var, yanacağı var. Twin turbo motordur, yağ tutumu çoxdur, yağ dəyişimi çox pul tutur. Ona görə biraz qəribə gəlir. Mən daim oğlunda deməli o 60 Kuzanın 3 mühərriki desən səhv eləmirəm. Onlar ən problemli mühərriki 3 mühərrik olur. 3 mühərrik idi, 2.5 deyildi onu bilirəm. Yəni problemli mühərrik idi, 3 mühərrik idi. Onu sürəndən sonra bir rəyəndə 3 mühərrik yeni aldı, yenisini aldı. O da xərci çox idi. Təsəvvürən rayona gedəndə deyirdi ki, maşınla getmirdi ki, buradan rayona getmək bir aləm xərci var. Sonra yenə də 3 aldı. Onu da satdı, yenə də 3 mühərrik aldı, twin turbo aldı. Deyirəm, nə məcburdur da, yəni sən bu belə əziyyət çəkirsən. BMW sürən başqa maşın sürənmir ki. Yəni BMW sürən əməli başda özlərini asılıdır, BMW sürmək istəyir. Mən əslində özümdə də BMW olub 3-4 dənə. Doğrudan da o xəstəlikdir. Yəni o xəstəliyin adı mən gözəl bir xəstəlik deyirəm. Pul qoyur və o pulu heyfslənmir də, o pul gedir məndə. O zövq alır o maşına, sürüşündən, səsindən. O səhər xod deyəndə elə nə istəyən dəyər o. Orxan Usta deyir, Orxan Usta yanına gəlsə xərci nə qədər olacaq? 6,5 530 Longlar 01 ilə ortalama yağını evrolla saysaq 130 yağ eləsə təxminən 150 çıxacaq. Yağ filtri dəyişmək hamısı belə də 150 azayla. Deməli bizdə mən ümumiyyətlə nəsə BMW mən isinə bilmirəm. Bizdə bilməm sizə demişəm X6 var idi. 2012-ci ildə almışdıq. Hələ onda o X6-nın yaxşı vaxtında. Təzə vaxtları idi. Təzə yeni vaxtları idi. Haman 555 at gücü gücləndirilmiş, Bakıda 2 ədəd idi. Əla idi. Maşın yəni sürməkdən adam həzz alırdı. Amma bir problem var ki, sport idi maşın. Disklər bütün şəhərin asfaltını hiss eləyirdi. Kötük. İkinci çox xərcli idi, həddindən artıq. 25 litr 95 benzin yandırır. Yəni 25 litr çoxdur. Hələ o vaxtda qiyməti yaxşı idi. Hələ o vaxtda ucuz idi. Ya çox ucuz idi. Və detalları da çox baha idi. Elədir. Mən sizə deyim, bugünkü gündə X5 bu yaxın 3 gün əvvəl bildim ki, X5 yeni markasında bütün problemləri, bütün defektləri, bütün o şikayətlər var idi, farsonka falan. Farsonka dəyişməkdən bezmişdik. Hamısını həlləyiblər. Və sizə deyim, BMW X5 o komplektasiyasında ən nadyorlu maşın seçildi. Yəni hətta belə. İndi görək 2025-də nə göstərəcək. Görək təzəsində göstərəcək. 055 977 1033 nömrəsinə yazırsınız və Evroldan bir məlumatımız var. Baş sponsor Evrol yağları. 1977-ci ildən Hollandiyada istehsal olunan Evrol yağları dünyanın 95 ölkəsində rəsmi distributorla satışa həyata keçirilir. Evrol yağlarının Azərbaycanda rəsmi distributoru Araz Motorsdur. Bu yağı bazardan və digər yerlərdən ala bilməzsiniz, çünki Araz Motors yalnız öz tərəfdaşlarına satışa həyata keçirir. Məqsəd isə yağın orijinallığını qorumaqdır. Yəni saxtası yoxdur, rahatlıqla sizə deyirik. Tam Avropa standartına uyğun istehsal edilən yağdır. 050 320 36 36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Instagramda isə evrol.az yazmaq kifayətdir ki, bizdən bolluca hədiyyələr qazanasınız. Yağ dəyişməniz, yağ filtriniz bizdən sizə hədiyyə olsun. Qısa bir reklam fasiləmiz var. Davam edirik dəyərli dinləyicilər. Orxan Usta ilə bugün yağ dəyişmədən danışırıq və mən Orxan sizə istəyirəm belə bir sual verim. Bizim hər zaman dinləyicilərimiz üçün də aydınlatmaq istədiyimiz məsələ budur ki, Azərbaycanda 300-dən çox yağ markası var. Orxan Usta, təxmini bilirsiniz nə qədərdir?
Azərbaycanda yağ markaları, satışda olan markaların sayı. Mən 300-dən çox eşitmişəm, amma bilmirəm bu. Ən azı 300 plus olar. Yəni 5 deyən var idi. Çoxdur, dəhşət çox. Bizdə yağın keyfiyyətini, yaxşı yağ olduğunu müəyyən edən amil nədir? Avropada nədir? Avropanı mən deyim, istəyirsiniz buranda siz deyin. Deyin Avropanı. Siz birinci buranı deyin, sonra görə fikirlərinizi düzləyin. Valla əslində laboratoriya şəraitində yoxlanılır. Biz biri əsas 5 dənə testdir yağların. İstilikdir, soyutmadır, sürtülmədir. Bunlar hamısı belə 25 dənə onun yoxlama qaydası var. Əsası 5-dir. Laboratoriya şəraitində yoxlanıb təsdiqlənir. Amma belə praktika üzrə biz illərlə 10 ilə yaxın işləyirik və biz rahat bir 20 dən yağ deyə bilərik ki, bizdə Azərbaycanda böyük gün olar yaxşı yağlardır. 20 dənəsini demək olar. Rahat 20 dənəsini demək olar. Mən onun adlarını sizdən götürəcəm. Çünki məndən hərdən soruşurlar filan yağ necədir, filan yağ necədir. Bazı yağlar var, 3-cü qrup, 4-cü qrup, 5-ci qrup, 3-dən 4-ün, 4-dən 5-in. Bu belə deyək də inkişaf eləyirlər. Bütün firmalar, bütün zavodlar dünyada nə qədər yağ segmenti var, hamısı inkişaf eləyir. İndi Gen 4 olan yağ var. Yəni 4-cü nəsil. Əlbəttə 7 nəsil var. 7 nəsil var. Əsas bu 3, 4, 5 işlənilir dünyada ən çox. O birisi biotərkiblidir, ekologiyaya görə biosintetik. Məsələn, bir şirkət var, Alman şirkəti, o yağı gətirib ilk dəfə Azərbaycana. Var. Yəni o ekologiyanı qorumaq üçün o yağlar bizdə işləmir açıq. Hələ ki işləmir. Qiyməti bahadır. Minimal litri başlayır 50 manatdan. O çox işləmir. Yəni burada məsələ keyfiyyəti superdir deməyə deyil də, sadəcə ekoloji təmizdir. Ekologiyanı təmizləyir, xüsusi qatqılar var tərkibində, hansı ki mühərriki daha çox qoruyur, daha sürüş çox verir. Yəni qeyd edim ki, 10-15 min arası bizdə sürmə olur. Avropada 30-40 mindən görə, yanacağa görə. Bizdə 3 dənə filial içində də var o biosintetik tərkibli yağ. 5.40-dan, 0.20-dən, 5.20-dən, 5.30-dan bütün çeşidlərdən var. Deməli, Avropa standartında ümumiyyətlə keyfiyyətli yağ anlayışı budur. Orxan Usta birin dedi laboratoriyasının olması, hər hansısa bir zavodun laborator testlərini özünün eləməsi və hansı ki aldığı sertifikatlar da burada önəmlidir. Amma bir məqam var ki, ümumiyyətlə yağ şirkətləri, yağ firmaları hansısa bir fuara çıxdıqda, hansısa bir necə deyim, sərgiyə çıxdıqda birinci bunu vurğulayırlar. Bizim yağ filan yarışın qalibidir. Yəni deyək ki, hardasa yarış keçirilir. Həmin yarışın qalibinin avtomobilinin yağı məhz həmin yağdırsa, bu artıq onun üçün böyük bir üstünlükdür. Məhz buna görə də yağ firmaları Avropada daha çox çalışırlar ki, satışı artırmaq üçün onlar üçün satışı artırmaq onlarda birdir ki, biz hansısa bir yarışa qoşulaq və həmin yarışda biz qalib olaq. Bu onlar üçün əsas kriteriyalardan biridir. İkinci məsələ Orxan Usta yenə dedi, baza yağının özünü istehsal edib etməməsi, laboratoriya məsələsi və mən həmişə fikirləşirdim ki, bu yağ məsələsi, bu yarış məsələsi çox xərcli bir prosesdir əslində. Əsas sponsor olmalısın da sənin əgər hansısa bir yarışda maşın hər bir şeyinə cavabdehdir. Hər bir şeyinə təkəri, işçisi, yağı, hər bir şeyinə cavabdehdir yəni o şirkət. Və bu şirkətin davamlı inkişaf strategiya planında var. Evrolun məsələn mən baxdım onların plan hədəflərində yarışlar var ki, orada qalib olacaqları yarışlar var. Hətta uşaqlar arasında keçirilən avtomobil yarışında belə Evrolun pilotları var. Eyni zamanda həmin o yarışda iştirak edən komandası var. Dakar rallisində Evrol qalib oldu. İsviçrə rallisində hansı ki soyuqda, Orxan Usta da dediyi kimi isitmə, istilikdə və soyuqda testi. Bundan sonra Fransa rallisində Evrol iştirak etdi, amma qalibiyyəti son 5 ildə mən baxdım yox idi. İndi bu tək yağdan asılı deyil də qalibiyyət burada. Pilot sürücüdən də asılıdır, maşından da asılıdır. Toyota Gazoo komandası Evrolla qalib oldu və biz planlayırıq, hədəfdə var ki, bu il Evrolun öz zavoduna gedək, onlar izah eləsinlər bizə ki, bu yağın digərlərindən fərqi nədir. Mən sizə kimdən danışım? Şah Avtoparkın fərqindəndir. Xüsusi sponsor Şah Avtopark. Şah Avtopark lisenziyası olan sürücüləri axtarır öz parkına. 099 795 25 85 nömrəsilə əlaqə saxlaya bilərsiniz. Əgər siz sürücülük vəsiqəniz varsa və müvafiq qaydada aynadan lisenziya almısınızsa, iş şəraiti digər parklar kimi ağır deyil.
və siz gəlirinizi həftəlik, aylıq, 15 günlük, 10 günlük intervalla götürə bilirsiniz rahat şəkildə. Nəqləşdirmə ilə bağlı heç bir çətinlik yoxdur. Lisenziya almaqda, sənədləşmə prosesində də Şah Avtopark sizə kömək eləyir. Aylıq qazancı soruşduqda isə, yəni minimal 800 manatdan başlayır, amma bu 1400, 1500, 1600 manata qədər gedir. Sözsüz ki, burada bonuslar və sizin işləməyiniz, eyni zamanda sizə verilən avtomobildən də çox şey asılıdır. Tək şərt sürücülük vəsiqənizi götürürsünüz, gəlirsiniz Şah Avtoparka. 099 795 25 85 nömrəsi əlaqə saxlaya bilərsiniz. Instagramda isə Şah Avtopark yazmaq kifayətdir. Dostlar, bir məlumatı ProGarajdan verim. Səbuhi bəy hazırda Dubaydadır və orada avtomobillərin ehtiyat hissələrinin gətirilməsi və eyni zamanda avtomobillərin də sifarişi ilə məşğuldur ki, son bir neçə gündə Dubaydan bir xeyli avtomobil sifariş verib. Mən qeyd etmək istəyirəm ki, buna baxmayaraq ProGaraj servis öz fəaliyyətini davam etdirir. Ustalarımız oradadır. Vüsal usta, Furkan usta və digər ustalar. Əgər avtomobilinizdə problem varsa, ProGaraj servisə yaxınlaşa bilərsiniz. Təcrübəli ustalar sizə avtomobilə dair bütün məsələlərdə kömək edəcək. Bununla yanaşı Toyota Prius, Honda, Nissan avtomobillərinin ehtiyat hissələrinin topdan satışı və istənilən avtomobilin ehtiyat hissələrinin sifarişlə gətirilməsi də həyata keçirilir. Bütün sosial şəbəkələrdə ProGaraj servis yazıb bizi tapa bilərsiniz. Nəriman Nərimanov rayonu Ələsgər Qayıbov 21 070 244 84 24. Bir daha qeyd edirəm ki, ehtiyat hissələrinin topdan satışını həm bölgələrə çatdırılması mümkündür, eyni zamanda pərakəndə şəkildə də siz istənilən avtomobilin istənilən ehtiyat hissəsini Dubaydan ən ucuz minimal qiyməti əldə edə bilərsiniz. 070 244 84 24 və Instagramda ProGaraj servis yazmaq kifayətdir. Bizə SMS yazın. WhatsApp nömrəmiz 055 977 10 33. Master Orxan Yağlama Mərkəzlərinin rəhbəri Orxan Usta bizimlədir və xəttə qonağımız var. Gəlin görək Nizam bəy nəyi öyrənmək istəyir. Axşamınız xeyir Nizam bəy. Nizam, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Məndə maşın 1.5 motor Ford Fusion'dur 2018-ci il. Buna nə yağ tökməyi məsləhətdir, bir də hansı yağdan istifadə etməyi məsləhətdir, yəni onu maraqlamaq istəyirdim. Yürüş soruşum usta. Yox, yürüş önəmli deyil. Maşın tələbi sərt tələbdir. 520-dir. 520 tökülməlidir. 4 litr 100 qram tutumudur. Evrolda litri başlayır 20 azı ilə. 2 dənə çeşid var onda. Ford'un Dopusk'undan var. 943, 945, 948. Üçü də gedir. Yağ dəyişməsi təxmin olacaq 90-100 civarı arasında. Daxil doğru 4 litr yağ filtri dəyişmək. Aha, aydındır. Bir də buna Dexos 2 gelir ya Dexos 1 gelir. Onu da bilmirik. Bizə Dexos tələbi CM-in tələbidir. Mən sizə dedim, Ford'un Dopusk'u var. M2, C 943, 945, 948. Ford'un Dopusk'udur bu. Aydındır. Mən onda sizin hər hansı bir filialınıza yaxınlaşsam, bunun yağını rahat dəyişə bilərəm. Əlbəttə ki, bəli. Çünki baş ağrısı da bəlkə verirəm, amma mən artıq bunun yağını 2-3 səfədir maşını təzə gətirmişəm belə götürəm. Təzə almışam daha doğrusu. Bu yağını 2-3 səfər dəyişmişəm. Motordan yəni qeyri-adi bir səslər gəldi. Yəni şumla işləyir motoru. Ən çox da yağla əlaqədar olduğunu şübhələnirəm mən. Çünki belə deyim də motorun içinə aid olan səslər gəlir motordan. Mənə Dexos 2 ilə veriblər bunun yağını dəyişməyi. Dexos 2-nin üzərində 95 yanacaq istifadə etsəz, bəli, düzgün olur. Yox, 92 yanacaq istifadə etsəz, mühərrik səsli işləyəcək. Amma sizin yağla dəyişsə, yəni o İnşallah yaxınlaşın, biz mühərrikə baxış eləyən, görən mühərrikdə nə səslərdir. Tənlər, ondan sonra yağı seçəyin. Məndə bir dənə də maşındır, deməli G30'lu BMW. Ona nə yağ tökülməyə məsləhət görürsünüz? İli neçədir? İli 18. Deməli, onun tələbi 0.20-dir, 0.20. BMW Long Life 17 üzərində tələb olmalıdır. O da Evrol yağın üzərində var. Yağ dəyişməviz 5 litr yağ 151 AZN-dir. Yağ filtri orijinal malla 180 manata yağ dəyişməli bir yerdə gəlib çıxacaq. Aydındır. Təşəkkür edirəm. Çox sağ olun. Buyurun, çox sağ olun Nizami bəy. İndi Əlqəm bəy sizə Orxan Ustanın filiallarının, Master Orxan Yağlama Mərkəzlərinin filiallarını atar. Yaxınlaşarsınız. Şəhərin 3 yerində var rahat şəkildə. Orxan Usta, niyə dediniz mühərrikə baxım sonra? Mühərrikə biz baxdığımız halda, məsəl üçün, çox adam deyir ki, yağdandır problem. Bəzən görsən, roliklər səsləyir, şkiflər səsləyir, heç kompresor qoşur, kondisioner qoşur, peçi qoşur, görürsünüz, roliklərin səsi var. Çox adam onu səhv salır, bilmir. Yardımcı olur, köməklidir ki, bu yağdan deyil və yaxud əksinə, mühərikin içindən gəlir, stakançiklə səsləyir.
Bəzi stakançiklər deyirlər ona, gider talkatil, gider kompresat, hər bir söz deyir. Bəzən görsən vanusun səsi gəlir, doğrudan mühərrik çiklidir. Vanusdan setkası elə nazikdir, o çik tutdu, vanus qidalanmır. Başlayır səs eləməyə. Ona görə mütləq şəkildə baxıb rəy vermək daha doğru olur, düzgün olur. Deməli bizim qaliblərdən biri dedi ki, məndə Toyota Prius'dur, nə yağ gedir? Mən 0.20 dedim. Orxan usta. Neçənci ildə? İli köhnədir. 5.30 gedir. Niyə ona 0.20 vurmursunuz? Zavod sərt tələb qoyub baxır 5.30. 5.30 qoyub, hə? 5.30 qoyub, 5.30. Yox, bu adam dedi ki, 10.40 tökmüşük də. İndi 10.40 tökən maşına təzədən 5.30 töksəydik nə olardı? Dedim ki, Orxan ustadan soruşarsan, qardaş, məni işə salma. Əslində Priuslarda heç bir fərqi yoxdur. Rahat ürəlik keçə bilərlər. Heç problem. Nəsə şu olsacaq yağ yeməyi çox olacaq. Amma belə deyim də 10.40-la mühərrik tam qidalanmır. Tam soymur. Hibrid mühərrikdir. Bu 10.40 nətər çatdırır ona? Əslində mən dediyim kimi hibridin yağa mühərrikə aidiyyatı yoxdur yəni. Yox, niyə? Mən sizə söz deyim. Bir də olar. Buyurun. Şimdi öyrədin də burada nə var ki, Orxan usta. Deyək ki, bu hər dəfə dayanır, tazda dayanır, mühərrik işə düşmür, yağ süzülür. Siz avtopusku deyirsiniz. O zaman təbii ki 1 metr gedir, təzədən bir də düşür. Siz təsəvvür edin bu soyuq iqlimdə -20-də Avropada yaşayırıq. Onda görünür olacaq. Onda deməli bunu elə 0.20 tökmək lazımdır. Yəni 5.30 tökmək lazımdır. 5.30 bəli. İndi yeni Prius'larda 30 kuzalar, daha yuxarı 50 kuza, falan kuzalar hamısında tələb 0.20-dir. Lab duru yağdır. Əslində məntiqlisi bu olmalıdır, düzdürmü? Bəli. Toyota, Honda 0.16, 0.12, 0.8. Evrolda da 0.16 var idi. Onu daha çox kimlər alır? Yapon maşınları, Camry'lər, Toyota Camry'lər, Honda'lara. Mən yadınızda bir dəfə sizə dedim ki, Orxan usta, mən bir həftə BYD sürdüm, Destroyer. Dedim ki, Orxan usta, mən bunu neynirdim? Bu maşın yəni qızmırdı da, yəni. Siz deyirsiniz, bu səhərlər ən az bir 2 dəqiqə gözlət. Deməli, bayaq iş yoldaşım həmkarım özünə Çangan Qiyun 05 alıb, Ramal satar evə, yoxsa qulaq asar. Dedim, test edeyim, Orxan usta vaxt bu, oturmuş deyir, bu qızdıraq da, deyirəm, bu qızmır da, deyir, nətər qızmır? Deyirəm, gözlə bir dəqiqə. Siz deyən kimi elədim. Oturdum, qaza vurdum, qaza bastım. Nə elədim? Maşın qardaş işə düşmədi. Hə, işə düşmədi. Yəni demə bu qızmağa ehtiyac yoxdur bunu. Orada nətər də, baxın, mən o barədə bir dənə də video buraxmışam. İnşallah bu yaxınlarda paylaşacağam. Onların antifriz sistemi başqa cürdür. Olan qızma mühərrik işə düşəndə qızmır. Bunların önəmlisi nədir? Bunların batareykası 60%-ə kimi belə deyək də antifriz soyutması maksimal dərəcə 60%-dir. Biz bildiyimiz kimi bu bizdə termostat mühərrik maksimalını 95, 80, 90, 110-a kimi açır. Amma antifriz silahın dözümü 120, 130 və plusdur. Amma hibridlərdə elə deyil. Hibridlərdə 60%-də termostat açır. Batareykalar arasında antifriz gedir. Həmin o antifriz. Batareyalar arasında mühərrikə aidiyyatı yoxdur. O immuno qız mühərriki o batareykalar qızmalı. 10% batareyka qızdısa bu işə salmaq olar, yeriyə bilərsiniz, gedə bilərsiniz. Fikir verin, həmin o maşına soyuq vəziyyətdə xoldayanda elə bax gücü az olur. Zəif yeriyir. Amma biraz güclü. Çünki o aralarında, həmin o batareykalar aralarında xətt var, yol xəttləri. Antifriz o xəttlərdən gedir. Və antifriz o xəttlərdən getdiyi halda onu qızdırır. İlk öncə qızdırır və batareyka tam hazır vəziyyətdə olduğu halda onlar işə salınır və artıq istifadə etmək olar. Yox, yenə də mən deyinə gəldiniz də əvvəl amma deyildi. Bəli, o temanı başa düşdüm. Qarda mən də gözlədirsiniz ki, maşın qızdırdı. Sonra sürdü, getdi. Sürüb gedəndə də elə işə düşmədi. Elə bu veyliyə gedin. Elədir. Bu Kitay maşınlar ümumiyyətlə biraz incədirlər. Məsələn, Yapon maşınlarına nisbətdə biraz zəifdirlər, incədir. Amma əslində bugünkü gündə, bugünkü büdcəyə görə orada Kitayda alsan lap ucuz alarsan. Mən 36 yaşım var, bir günə kimi 50 dən maşınım olub, özümdə şəxsi. Mən heç bir avtomobilin tez olmayıbdır. 50.000 minimal sürüş olub, biz yuxarı olub. Heç ömrümdə mən təzə maşın sürmüşəm. Maşın oturmamışam. Sürmüşəm mən kimizə maşın, amma öz maşınım heç var. Analiz edirəm ki, 20-25 min, 30-35 min təzə maşın almaq 5 il zəmanətlə belə baxanda bu gözəldir. Vallahi gözəl. O şərtlərin, o yanacaq səbəb. Yəni bugünkü gündə doğrudan da o şərt. Sağ. Var məndə fikrimi deyim. Mən də sizin kimi. Yəni bu gün dinləyicilər hərdən yazır falan maşın necə deyirəm, məndə olub belədir. Sonra deyirlər ki, bu nə oldu elə. Mən də sizin kimi maşını çox dəyişmişəm. Yəni olub həqiqətən də. Amma sıfır maşında bir həftə sürdüm, sizə dedim. BYD Destroyer. Bir həftə sürdüm. Siz deməli, onun ekonomluğu nə desəz deyər. Super. Yəni gətirəm Xəzər televiziyasında bizdə elektrik şarj yerləri var. 4 litrdə ehtiyac yoxdur. Qarajda onu
cərəyana tax, evə işə 1 qəpik xərcləmir. Sadəcə o maşınlarda məni nə narahat edirdi? Maşın gərək kaskola. Ya da ki onun farasıdır, detallarıdır, sağ qanad, sol qanad çox bahadır. Başa düşürəm 2024-cü maşındır, yeni maşındır. Amma 23.000 qiyməti olan maşına uyğun deyil onun detal qiyməti. Sürətlər qutusu 3.000 manatdır. Yəni 3.000 manata sən onun sürətlər qutusunu sifariş verirsən, bir ay gözləyirsən. Burada da hazır sürətlər qutusu yoxsa aparım orxasın, bunu gedək dəyişək. Mən məsəl üçün çox araşdırmalar elədim. Bir dənə plus nəyi bəyəndim? Avtomobil təzədir. Təzədir, rahatsan, amma ki minusları plusdan çoxdur. Məsələn, mən baxıram, TikTokda qabağıma çıxır digər yerlərdə. İndi deyək siz TikTok etibarlı mənbə deyil. Usta deyir, məsələn, 1700 kilometr getmiş maşının amortizatorunu dəyişin. 1700 kilometr getmiş maşın amortizator niyə xarab olsun axı? O söz var, deyir, yaxşı maşın yoxdur söhbət deyil. Pis sürücü var, yaxşı maşınlar hamısı. Məsələn, bu Kitay maşınına doğrudan bir gün bizim Azərbaycan yollarına baxsaq, 2 dəqiqədən beri lükdür, yamadı. Biz öz maşınımızı normal keçirik, görməsək də dırıb ürəyimiz ağrır. O 1700 km amortisat alma səbəbi olur məncə, başqa nə ola bilər? Digər o detal metal məsələlərinə boş qoyuram. Yəni belə əzirsən. Mən də hərdən çox belə beynim qarışır. İstəyirəm biz oraya keçmişdik 100 mindən sonra problemlər başlayır. 100-150 arası. Dizellərdə elə 200 mindən yuxarı götürürsən. Bu yeni avtomobilə pisləmək də olmur. Doğrudan da cəmaət alıb bunu, cəmaət sürür. Yenə deyirəm, özüm də istəyirəm. Orxan usta hərdən fikrimdən keçir. Mən analiz edirəm, çanqanlara zada baxıram falan. Amma ki görürəm ki bu şikayətlər riskə gedirəm. Şikayətlər çoxdur, amma təriflər azdır. Yenə deyirəm, mən tutaq yanacağa ailə xərclədiyim xərci, mən o avtomobillərdən birini alsam 1 qəpik vermirəm. Yəni gəlirəm, gedirəm bateriyanı, cərəyana qoşuram. Amma ki nəsə olsa ailələr. Amma ki nəsə olsa bu qalmışam da nəsəyə. Gözləyərik, distributorlar çox olar, zapçastlar, avto zapçastlarımız çox olar, həmin Kitay maşına. Cəmaət rahat sürər, mənim fikrimcə. Mən bir dənə narahatlığım odur ki, Azərbaycan bazarı elədir ki, hayküylü bazardır. Birdən hamı bir markanın üstünə gedir, birdən gedir. Birdən o marka yox olur gedir də, yəni ikinci dəfə onu da alan olmur. Həmişə Meqanı deyirəm, Meqan bazar Bakıda doldu. İndi Bakıda Meqan yoxdur, hamı birtəhər, yəni canını bezdirdi, satdı. İndi bilmirik də 1 il sonra bu nə olacaq. Bir markanın üstünə fokuslanıb axıra qədər qalan hələ ki Priusdur. Yəni onu da kütləvi alışı oldu bizdə. Valla Toyota yekdir, yəni mən açıq deyim, Peredokdur, usta tanımamaq. Prius yetimləri bəyənmirdik. Nələr gördülər onlar? Yetimlər nə əziyyətlər gördü? Onun gördüyünü döyə qışqıra. Bizim bir vura hamısı sürdülər. Səbuhi bəylə videomuz var, TikTokda kəşfətə düşüb. Mən Səbuhi proqress servisinin rəhbəri dostumuz hər dəfə deyir ki, bu Prius başqa maşında, bundan yoxdur. Həmişə özündə 3-4 dənə Priusu var həyətdə. Mən də nə vaxt bunun servisinə gedirəm, qardaş, həyət doldu Priusdan. Deyirəm, bu əgər belə yaxşı maşınsa bu ustada nə işi var da? Onlar sürdüklərini sürüb. Olan probek hamısı 300 plusdur. Yetimlər çox şey görür. Probek getmir ki 350 mində dayanır. 350 min mil gedir, ondan o yana getmir. Sonra da bilmirsən, deyirəm bu yağı necə müəyyən edirsiniz? Bu yağı nə vaxt dəyişək? Deyir bunu trip A, trip B var, bir onlarla yoxlayırıq, qoyuruq şeydə 350 də bunun priborunu kim sıfır yazacaq. Ya maşın deyir ki, məndən əl çək, amma biz yenə də biz sürürük. Oldu Prius. Bizə SMS yazın. WhatsApp nömrəmiz 055 977 10 33. Bizə zəng edin. Ulduz 1033. Orxan Ustan bir videosu var idi. Hansı ki o çəki daşlarını qoyub oradan yağın keyfiyyətini yoxlayırdı. Əslində belə yoxlama metodları çoxdur. Usta mən baxdım. Beynəlxalqda da var. Məsələn, xarici mediada da yağı bu cür yoxlayırlar həqiqətən də. Bəli. Yoxlama var. O ilk Shell buraxıb, Shell zavodu buraxıb, ilk böyük avadanlıqdır. Biz onun kopyalaşmış balacasını sifariş eləmişik. Mexanizm necə işləyir? Çəki daşları orada nəyi müəyyənləşdirir? O sürtülmə, yağın plonkası var, özlüyü var. Onun həmin dəqiqə nə dərəcədirsə, o dərəcəyə, məsəl üçün yağ qızarma olsa biz bilirik ki, plonkası daha davamlıdır. Məsəl üçün biz onu qızdırsaq 50 dərəcə, 100 dərəcə yaxın, o 12 dənə daş yığacaq. Yox, soğuq vəziyyətdə yığacaq 4 dənə daş. Həmin o şeyə. Yəni keyfiyyətli yağ neçə daş yığmalıdır orada sizin ölçü vaidindən desək? Mən dediyim ki, o cihaz tam 100% cavab deyil də. Yəni çünki əsas o qızdırmadır, soyutmadır, bunların tərkibidir. Bu təxminən 10-cu yerdədir belə deyək, analizlərin içində.
Bu sadəcə cəmaata göstərmək lazımdır ki, soyuq vəziyyətdə, mən əsas çox vaxt soyuq vəziyyətdə, indi xüsusi avadanlıqlar sifariş eləmişəm, onlarla yeni videolar buraxacaq. Burada nətər? Burada elə bil biz Azərbaycanda tutaq ki, soyuq vəziyyətdə 2 dərəcə isti idi bizdə qışda. Həmin vaxt tutaq ki, bir yağ, ay yağı yay vaxtında 10 daş yığıbsa, o qışda artıq yığır 6 daş. Biz onun fərqini də göstəririk ki, bu bizə pusk vaxtı maşını 1-2 dəqiqə də olsa gözləməliyik ki, yerində yağ dövr eləsin. Yağ qalxsın yuxarı, yağlama getsin. Ondan sonra sürmək lazımdır. Yəni bu o deyirlər maşını qızdırmaq. Mən demirəm ideal qızdırmaq lazım və yaxud soyuq vəziyyətdə sürmək lazım. Ortalama 1 dəqiqə mühərrik işləsin, yağlama qalxsın. Tam detallar, kanallar yağlansın, sürə bilər. Çünki onun sürtülməsində fərqləyir. Usta, sizə bir söz demə. Deməli, bundan əvvəl siz demişdiniz ki, mənə tövsiyə elədiniz ki, dizel mühərrikdə ən azı gözləyin birdən aşağı düşsün də o dövrlər sayı düşsün. Bundan əvvəlki Kia Sportage-də 2 mühərrik dizel idi, 2015-ci il. İşə salan kimi avtomatik birdən yuxarıda qalırdı da. İndi sürdüyüm Kia Sportage, o ili 2016-da, o daim elə birdən aşağıdır. Ölçə bilmirəm. Havalar istidir, bəlkə o qışda baxmısınız ona. Birdə olmalıdır, sən yenə düşməlidir. O aslında havayı çox da fərqləməməli, çünki qapayıcıdır. Birdən deyim ki, birdən əvvəl elədik ki, birin üstü idi o bir maşında. Mən onu tuturdum. Məsələn, Santa Fe-də də elədi. Santa Fe-də də birdən yuxarıdır. Görürəm, düşəndə sürəndə. Bu elə birdən aşağıdır. Məndə bu indi maşını işə salaq. Baxın, birdən üstü olacaq. Cidden mən də yuxarı. Soymasa da təbii ki. Soymasa aşağı məncə soymur, artıq soymur. Soymayacaq, biz baxamayacaq ona. Soysa 2-3 saat. O mən sərxod deyirəm, 1-2 göstərir. Sürətlər qutusunu D-yə verim, elə yerində gözləyirəm. Həm sürətlər qutusu qızır. D-yə verib tormoza gözləyirsən. Bəli, tormozu görürəm. Ya qabağa gedəcəsə D-yə verim, arxaya gedəcəsə R-ə verim. Elə gözləyirəm. Həm sürətlər qutusu qızır, həm mühərrik qızır. 2 dəqiqə gözləyirəm, sonra sürəm. Qısa bir reklam fasiləmiz var Orxan usta, sonra biz davam edəcəyik. Davam edirik dəyərli dinləyicilər, Avtodiaqnoz efirdədir. Master Orxan Yağlama Mərkəzinin rəhbəri Orxan usta bizimlədir. Master Orxan Yağlama Mərkəzləri Yasamal, Əhmədli, eyni zamanda paytaxtın avtomobil sektoru üçün döyünən ana xətt, ürəyin arteriyası sayılan Babək prospektində yerləşir. Orxan usta güldü, amma şəhərin əsas salonları avtomobillə bağlı saçlarımız Babək prospekti gəlir də ağla. Bəli. Alternativ varsa deyim, bəlkə mən yadımdan çıxıb. Bugünkü gündə əksinə küçələr. Təkər bazarı orada, maşın bazarı orada. Bəli. Avtomobillə salonlar orada. Hamısı oradadır, bəli. Ölüxana orada. Hətta deyərdim ki, orada boks tapmaq olmur avtomobil. Siz necə tapdınız bilmirəm. Bizim dostumuzun yeri idi köhnə. Elə o katalizator işinə məşğul oldu. Çıxanda elə dedi ki, istəsən gəl götür. Ulduz katalizator səhvlər olsa belə idi. Yox, nömrə 1. Nömrə 1? Hə, nömrə 1. Elə ondan təhvil aldıq yeri. Rahat tapdıq. Rahat tapdınız. Biz bugün yağlamadan, yağ dəyişmədən danışırıq və bir dostumuz yazıb, maraqlı bir mesaj yazıb. Məndə Porsche 2003-cü il Cayenne Turbo S-dir. Bunun yağı nədir, onu mənə deyə bilərsiniz? Çünki bütün pulum elə yağa gedir. Azalma çoxalır da, mühərrik yağ yeyir artıq, bəlkə də ona görə. 5.30-dur yoxsa? Tələbi 5.30 və 5.40 verir onlara. Volkswagen mühərrikidir. Yəni VAG qrupada. Bəli, VAG qrupa aiddir. Volkswagen-dən 502.00 və 505.00-na tökülməlidir. Məncə 5.40 töksə daha yaxşı olur. Neçə litr gedir sonra? 6,5 və 7.200 göstərir. Çox hallarda olan 7 litr zat gedir. 7 litr gedir. Ümumiyyətlə ən xərcli yağ dəyişmə baxımından ən xərcli avtomobil hansıdır? Mən ömrümdə bir dənə Mercedes-in yağını dəyişmişdim. Deməli, Mercedes GL deyil idi. Galenwagen deyil idi. ML idi, ML idi. Kartırı dəhşət çox yekə idi. 15 litr, 16 litr rovna yağ getdi. Mühərrikə? Bəli, yağ filtri, hava filtrinin biri də 680 manat pul vermişdi 2017-ci ildə. O hansı emeldir ki elə? Bir dəfə gəldi, elə o gələn o getdi, daha gəlmədi. Tamam, onu görməz. Mühərrik necə idi ki? Mühərrik yəni 5-5 olar da. 5-5 olsa da belə olan tutumu 8-8,5 maksimal 9-dur. Bunun kartırı elə yekə idi ki, mənə elə gəlir ki, bu o Amerikadan müharibə üçün Galenwagen-necə yığılmışdı. O tipi ya da Dubayka idi. Dəhşət tutumu çox idi. 16 litr yağ idi özdə. 350 CDI idi özdə, dizel idi. Hə, 350. Bəli. Bu Nissan'ın böyük bir modeli var, Armada.
Armada da mən bilən onun ən böyüyü də o 6 yerlik, 7 yerlik. Onların bəs yağı çox ucuzdur. O maşına mənim çox xoşum gəlirdi. Yekə maşınlar. Çox Onlar yekə. yağ tutumu böyük deyil ki. 5 mühərrik falan, 6-5-də mühərrik. Ümumiyyətlə Yaponlar yağ tutumu həmişə az eləyirlər. Bunların maksimal yağ tutumu şeylərdə olur. Land Cruiserlərdə, 5-7-lərdə 8 litr, 8 litr 200 qram. Bunlar artıq olmur. Qalan hamısı 4 litr, 5 litr, 3 litr, 4 litr, 5 litr, 6 maksimum. Amma almanlar əksər Çeşkada 2-4 motor 8 litr yağ gedir. 3 motor, 3-5-lər hamı 8 litr yağ gedir. Yəni onlar çox eləyirlər. Santa Fe 2 dizel mühərrik, 7 litr. 7 litr. Sant Koreyalar tezə başladılar da 2007-dən üzü yuxarı başladılar kartlarını böyütməyə, yağ tutum böyütməyə. Əslində yağ mühərrikdə nə qədər çoxsa, o qədər mühərrikin ömrü uzun olur. Yağ nə qədər az olursa, mühərrikin ömrü o qədər də az olur. Niyə onda bu Yapon avtomobilləri 3 litr 700 gedir o Prius? O mühərriki balacadır da yəni. Sonra 1.5-dən ona görə balaca olduğu üçün 1.8-dir. Olan tutumu. Amma məsələn 2D, 2.4-lərə yağ tutumu çox eləsə o qədər yaxşı olur. Ömrü uzun olur. 2-4 mühərriklərə yağ tutumu az olur. 2015-ci il Kia Sportage 2 mühərrik benzin. Hansı yağ gedir usta? 2000 neçə? 2015 2 mühərrik benzin. Deməli, onlar sadə olur da mən bildiyim qədər. Orada yox, gicəyə motor da gəlir, Dodge da gəlir. Bir daha mühərriki desəydi nə idi? Sərt tələb Amerikankaça gicəyə olacaq. Biz ikisini nə deyək? 520-dir, 520 İlsaq tələbi və 530 İlsaq tələbi. 2 dənə tələbi var. 520 və 530. 520. Siz yazsanız avtomobilin usta dedi nəyi yazsın? Mühərrikin ciddi aydı və mühərrikin bəli, yazsın nədir? Amerikankadır, Evropeykadır, onu bildirsin. Yağ dəyişim təxminə deyim 5 litr yağla saysaq, ya Dodge motor 4 litrlə saysaq yağı 80 azından yağ dəyişməsi başlayır. 80 azından. Linko 09 yəqin Lincoln demək istəyirəm. Bilmirəm, Linko bəlkə usta bilər bu maşını. Avtomobil hansı yağ gedir? Linko 09. Açığı belə mühərrikləri biz yerində rəy veririk. Mühərrikinə baxırıq, kitabına baxırıq. Birinci dəfədə görürəm ki, usta deyir ki, birbaşa demir. Yox, ola bilər də elə avtomobil olar, tanımırıq, işləməmişik, o normal haldır. Amma əsas odur ki, yerində yağ tənləyək, yerində rəy verək. Necə ki, 2 tay maşına yeni çıxmışdı, ustalar bilmirdi. Tay tanış olana kimi, kitabını oxuyana kimi. Zavod tələbi varsa, biz zavod tələbinə qırağa çıxmırıq. Avtomobil yəsidirsə tök, ağası mənəm, biz o zaman tökürük. Yox, biz zavod tələbinə qırağa çıxan deyilik. Yəni Lincoln tələbi nədirsə, biz onu tökəcəyik. Artıq qırağa çıxmayacaq. Yaxınlaşın Master Orxan Yağlama Mərkəzi yazın. Waze-də və digər sosial şəbəkələrdə. Sonra yazıblar bizə 2012 014 deyəndə oldu. 014-dür da bunlar. Amma 014 maşınıdır. Getdiyi yerdə qazlanır. Qazı basırsan maşın getmir. Bir neçə səbəb ola bilər. Hava çəkmə ola bilər. Qapayıcıda problem ola bilər. Elektrik, normal elektrik tapsın. Sovet maşına bax işləsin. Ümumiyyətlə Sovet maşınların hamısına istisnası 1040 gedir usta, yoxsa onlar dəyişir? Yox, 540, 1040, təzələrinə 530 gedir. Təzələrinə. Onlar mühərriklər köhnə mühərrik üzərində yığılır. Yeni mühərriklər 540 tökülür, Aziya tələbi. Mühərrikdə bir dəyişiklik var ki, eyni mühərrik deyil hamısı. Dəyişiklik yoxdur. Niyə 1.7-də mən bildiyim qədər mühərrik, hamısında 1.7-də. Buna fərqi nədir ki? Yeni mühərriklərdə mühərrik tez olduğu üçün klapan saniklərə 540 tökülür. Köhnəldikcə sonra 1040 tökülür, 1540 tökülür. Yenə qaydalarla. Rusun mühərrikləri, yəni usta demişən temadır. Belə, dəyərli dinləyicilər, bugünlük də efirimizin sonuna yaxınlaşdıq. Sonunda mən Orxan Ustaya təşəkkür edirəm. Təşəkkürlər, çox sağ olun. Bir daha qeyd edək, Master Orxan Yağlama Mərkəzi yazıb bütün sosial şəbəkələrdə tapa bilərsiniz. Orxan Usta özü də canlı yayımlarda olur TikTokda, tez-tez sizin suallarınızı cavablandırır. Çox sağ olun usta. Təşəkkürlər, siz sağ olun. Bizə ayrılan vaxt isə burada sona çatır. Sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.